Azərbaycanlı milyonçu mesenat Rus imperiyasının həqiqi dövlət müşaviri, Müsəlman şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev. Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdini 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. 10 yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn özünün yaşadığı binada və şəxsən astırdığı qızlar gimnaziyasının binasında onun dəsti xətti hiss edilir. 1873-cü ildə 2 nəfərə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlı qalır, usta və fəhlələr tutur, qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şərikləri ümidlərini itirir və öz paylarını satmağa müştəri axtarırlar. Axırda Həci özü onların pulunu verib, buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət quyu gözlənilmədən fantan vurur. Başmaqçı Tağının oğlu papaqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. 3 ilə şəhərin mərkəzində böyük bir saray tikdirir. Hacı Zeynalabdin Tağıyev 2 dəfə evlənib. Onun birinci arvadı öz əmsi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının 2 oğlu, bir qız olmuşdu. Oğlanları İsmail, Sadıq və qızı xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin 2 qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlu cildə olarkən kiçik bacı Sonanı görüb bəyənmiş və onunla evlənmişdi. Mənbələrin məlumatına görə Sona xanım Ərəblinski Tağıyevdən çox cavan olduğundan aradakı yaş fərqini azaltmaq məqsədi ilə milyonçu özünü sənətdə cavanlaşdırmaq qərarına gəlir və doğum tarixini dəyişdirir. Hacı Zeynalabdin Tağıyev 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O hədsiz ictimai, maarifçi və xeyriyyəçi fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu mərhəmətli şəxs fövqəladə müdriklik, parlaq diplomatik bacarığı və güclü şəxsi keyfiyyətləri ilə fərqlənib. Sona xanımla evləndikdən sonra Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlir. Məhəmmədin qısa həyatı faciəli sonluqla bitir. Hacı əvvəlcə cəmi 18 yaş olan oğlu Məhəmmədi evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də, o zaman yeganə hərbi birlik olan Lənkərandakı vəhşi diviziyaya yazılır. Bununla da ömrünün faciəsini hazırlayır. Cavan zabitlər tapancanın topunda bir güllə saxlayıb, lüləni gizgahına tuşlayaraq topu fırladıb, çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı Dikaya diviziyanın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd də bu yolla bəxtini yoxlayanda tapanca açılmış və o ölmüşdü. İlyas isə xəstəliyə tutularaq vəfat edir. Hacı Zeynalabdin Tağıyev İnqilabdan öncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkar edilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi. Sankt-Peterburg Texnoloji İnstitutunda mühəndislik peşəsi üzrə təhsil alan Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün ən səs-küyünə səbəb olan məhkəmə işi baş verib. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı olur və 1904-cü ildə məzun olduqdan sonra Behbudov öz havadarlarının yanında işləmək üçün Qafqaza qayıdır. O öz sahəsində tezliklə yüksəlir və Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəcə, dəyirman, fabrik və hətta şəxsi evlərin idarəçiliyini də Behbudova həvalə edir. Lakin bir müddət sonra Tağıyev Behbudovu evinə çağırır və onu arvadı Sona xanıma yaxınlaşmaqda ittiham edib 6 nəfərə döydürür. Bu 6 nəfər Tağıyevin qohumları və rütbəli şəxslər olur. Behbudov şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edir. Tağıyevin növbəti qarşıdurması isə dövrün məşhur aktyoru Hüseyn Ərəblinski olub. Deyilənlərə görə Ərəblinskinin də Sona xanımdan xoşu gəlib və Sona xanım aktyoru həm maddi, həm də mənəvi yardımlar edib. Ərəblinskinin qətlində Tağıyevin əl izinin olduğunu deyənlər də az deyil.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır. Milli kadrlar və ziyalılar təqib edilməyə başlanılır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var dövlətini itirir. Bir sözlə, Sovet hökuməti Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyət rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də axşam 8-in yarısında 101 yaşında vəfat edib. Sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşahidə olunub. Nərimanovun köməkliyi ilə Bakının Kommunist və Bakınski Raboçi qəzetlərində onunla bağlı nekroloq çap edilib. Hacının özünün vəsiyyətinə əsasən Bakının tanınmış Axundu Molla Abu Turabın ayağı altında dəfn ediblər. Bəzi məlumatlara görə onun istəyinə səbəbi bu cür izah edilir ki, Tağıyevin Molla Abu Turabla son görüşü zamanı o, Hacının var dövlətini itirməsi ilə bağlı sualına cavab olaraq belə demişdi. Əgər Allah istəsə bir göz qırpımında sənin dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox istə. Tağıyevin ölümündən sonra arvadı Sona xanım da vəfat edir. Qızı Sara xanım isə sonralar çox əzab-əziyyətlər görür. Valideynlərinin vəfatından sonra Sara xanım Rusiyanın Leningrad şəhərinə köçür. Orada milliyyətcə tatar olan Nikolay Sarayevlə evlənir və 2 uşaqları doğulur. İkinci Dünya müharibəsi başlayan Nikolay cəhbəyə gedir. 1942-ci ildə ölüm xəbəri gəlir. Sara 2 övladını da götürüb Bakıya qayıdır. Amma vətənə çox çətin həyat sürür. Sara Tağıyeva 1991-ci il dekabrın 15-də ehtiyac içində dünyasını dəyişir. Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları nəticələri hazırda Amerika Birləşmiş Ştatlarında yaşayırlar.